İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi. Təsəvvür edin ki, rəqəmsal dünyaya yalnız ekranlardan baxmaqla kifayətlənmirsiniz. Onu hiss edir, ona toxunur və onunla qarşılıqlı əlaqədə olursunuz. Məhz qarışıq reallıq bunu mümkün edir. Artıq rəqəmsal obyektlər yalnız fantaziya deyil, onlar sizin gündəlik həyatınızın bir parçasına çevrilir. Bu texnologiya fiziki dünya ilə rəqəmsal mühitin sərhədlərini silir və insan təcrübəsini tamamilə yeni bir səviyyəyə qaldırır. AR, yəni ki, artırılmış reallıq, VR, yəni virtual reallığın hər ikisini, iki xüsusiyyətini birləşdirən qarışıq reallıq, yəni mixed reality ondan ibarətdir ki, bu real zamanda simulyasiyalara, yəni ki, manipulyasiya etmək imkanını verir. AR isə məsələn ancaq yəni artırılmış reallıq, ancaq real zamanda ancaq informasiya göstərə bilər, tətbiq oluna bilər. Virtual reallıq isə tam süni mühitdir. Və bunların əsas fərqi ondadır ki, bu hər ikisinin xüsusiyyətini birləşdirir. Bu texnologiya təlimdən dizayna, əyləncəyə qədər müxtəlif sahələrdə inqilab edir. Təlimdə qarışıq reallıq, hətta tibbi simulyasiyalarda cərrahları əməliyyat proseslərinə hazırlaşdırır, mühəndislərə mürəkkəb qurğuların təhlükəsiz şəkildə idarəsini öyrədir. Hərbi təlimlərdə isə əsgərlər real döyüş şəraitlərini risksiz bir mühitdə təkrarlaya bilir. Ən çox istifadə olunan sahə ondadır ki, avtopilot, yəni ki, maşın avadanlıqlarında 3D, yəni ətraf mühiti skan etməkdir ki, bu da təzə çıxan, yəni ki, hər bir maşında artıq var. Ən çox da praktik sahədə avtopromdadır. Ən maraqlısı, dizayn və memarlıqda qarışıq reallıq layihələri real ölçülərdə canlandıraraq memarlara işlərini sanki gələcəkdən izləmə imkanı yaradır. Binaların əvvəlcədən test edilməsi isə həm sürətə, həm də keyfiyyətə zəmanət verir. Əyləncə dünyasında isə qarışıq reallığın təsiri heyrətamizdir. Artıq oyunçular oyunları yalnız izləmirlər, onların bir parçasına çevrilirlər. Musiqi festivalları və teatr tamaşalarında qarışıq reallıq texnologiyası auditoriyanı səhnənin bir hissəsi edir. Təhsil sahəsində isə bu daha çox hələ ki praktik istifadəsini tapmayıb. Çünki təhsildə virtual reallıq və AR, yəni artırılmış reallıq hələ ki istifadəsi genişlənir. Biznes sahələrində istifadə olunur ki, məsələn ən çox reklam sahəsindəki qoloqrammalar yaradılır. Qoloqramla siz manipulyasiya edə bilərsiniz, informasiya əldə edə bilərsiniz. Qoloqrammalar sayəsində bannerlər var. Bu texnologiyalar çox spesifikdir. Hər bir sahədə bunu istifadə etməsi, yəni ki, hələ ki mümkünsüzdür. Çünki hər bir sahəsinin öz bir qanunları var. Hesab olunur ki, qarışıq reallıq gələcəkdə daha da geniş yayılacaq. Bu texnologiya smart şəhərlərin idarə edilməsindən tutmuş, fərdi həyat tərzimizin təkmilləşdirilməsinə qədər bir çox sahələrdə tətbiq ediləcək. Qarışıq reallıq iş yerlərini daha məhsuldar, təhsili isə daha interaktiv hala gətirərək insanların həyatını demək olar ki, hər tərəfli dəyişəcək. Gələcəkdə maşın süni intellekti idarə edilə biləcək səviyyəsinə gətirilməsi üçün istifadə olunacaq bu sistem. İkincisi isə qoloqrammalar. Yəni qoloqrammalar indi belə deyək çox belə primitiv bir formadadır. 5 il, 7 il ərzində hər bir reklam bannerin yerinə qoloqramma olacaq. Biz indi Çinə baxsaq, Çində bir neçə şəhərdə biz onu görə bilərik ki, reklam bannerlərin yerinə isə qoloqrammalardır. Və bu getdikcə də hər bir məsələn şəhərdə istifadə olunacaq və belə də qiyməti də nisbətən aşağı olacaq. Qarışıq reallığın tətbiqləri hələ ilkin mərhələdə olsa da, gələcəkdə daha da geniş imkanlar yaradacağı şübhəsizdir. Bir sözlə, bu texnologiya ilə həyatımızın hər anını daha zəngin bir təcrübəyə çevirmək olar. İctimai televiziya və 4-cü sənaye inqilabının təhlili və koordinasiya mərkəzinin birgə layihəsi.